Papa mənə 50 manat pul verdi, uşaqlarla şəhərə düşəcəyik. Problem deyil əziz oğlum. Pulu mən sizin üçün qazanıram da. 50 manat nədir? 100 manat verim get xərclə. Sadəcə pul maşındadır. Qapısını açıram, barzocukdan götür zəhmət olmasa. Allah hamiyə sənin kimi övlad qismət etsin. Mənə də çoxlu ruzu versin ki, sizin üçün xərcləyim. Bu arada 50 manat artıq götür. İşdi şayət birdən çətin duruma düşərsən, vəziyyətdən çıxa biləsən. Atam, nə yaxşı ki varsın. Evimizin dirəyi, Allahın bizə verdiyi ən böyük nemətdir atam. Sənə layiq övlad olmaq üçün bu dünyada hər şeyi edəcəm. Atacan. Hadi! Hadi də! Fərsiz! Bədbaxt oğul! Get avtomat söndür orada! Bədbaxt oğul, bədbaxt! Çaşdım Ay ya! Bir de səni bu evde görmeyeyim. Basmayırım. Zatımız kırılsın sizin. Ay, akşamadılar mənə. Lətafət! Abi gəl çıxda 2 saat dağdasan. Gəldim də papa. Deyirəm damlıyor gezən, adam girməyə gözləyir. Buyur atam. Papa sizdən kan düzəldərsən. Hadi bəni çevirəmə, sizdən kan düzəldərsən. Ay, yetim oğlu yetim. Zatıma, nə gülürsən?